Oğlum, dünya dərin dəryadır, çoxları onda batıb. Burada işləyərək azuqə topla, müsafiri təqva olan bir gəmi tut, ondan sonra dalğaların üstünə qalx, bu zaman xilas olacaqsan. Mən narahatam ki, xilas olmayasan. Oğlum, gəmi imandır, iman kimidir? Onun yelkənləri Allaha təvəkkül etməkdir. Gəminin sakinləri səbirdir. Avar çəkmək isə oruc, namaz və zəkatdır. Oğlum, gəmisiz dəryaya girən boğular. Oğlum, az danış. Allahı hər yerdə yad et. Çünki Allah sənə xəbərdarlıq edib, qorxudub, agah və təlim edib. Oğlum, cəmaat sənin işlərindən, səhvlərindən öyüd almamış. Sən cəmaatın işlərindən öyüd, nəsihət götür. Oğlum, böyük bir hadisə başına gəlməmiş, kiçiyindən ibrət al. Oğlum, qəzəb zamanı onu cilovla ki, cəhənnəmin oduna odun olmayasan. Oğlum, kasıbçılıq, digərlərinin hüquqlarına təcavüzdən, zülmdən və Allaha üsyan etməkdən daha yaxşıdır. Oğlum, uzaq ol o borcdan ki, verə bilməyəcəksən. Oğlum, kim səni xar etməkdən çəkin ki, səni də xar edərlər. Oğlum, qorx ki, bu dünyadan kasıb gedəsən və geridə qoyduğun malla digərini əmir edəsən. Oğlum, Allah insanları əməlləri vasitəsilə girov saxlayır. Ondan vay o şəxslərin halında ki, əlləri bulaşıb. Oğlum, madam ki dünyada şeytan və günah var, onu təhlükəsiz bilmə. Oğlum, səndən öncə yaxşılar imtihana çəkiliblər. Belə olan halda bundan sonrakılar necə amanda qalacaqlar? Oğlum, dünyanı özün üçün zindan bil ki, axirət behiştin olsun. Oğlum, sənin vəzifən dağları çiyninə almaq deyil, həmçinin gücün çatmayan bir şey də sənin vəzifən deyil. Buna görə bir problemi çiyninə alıb öhdəlik vermə. Özün əlinlə özünü qurban etmə. Oğlum, əkdiyini biçəcəksən, yalnız gördüyün işinin əvəzini alacaqsan. Oğlum, şahlarla qonşuluq etmə, səni öldürərlər. Onlara itayət də etmə, kafir olarsan. Oğlum, kasıblarla qonşuluq et, xüsusilə də müsəlmanların yoxsulları ilə. Oğlum, yetim üçün mehriban ata, dul qadın üçün ürək yandıran ər kimi ol. Oğlum, bağışla deyən hər kəs bağışlanmaz, yalnız itayət edən bağışlanar.